Hər birinizə salam dostlar. Bu günlər sizinlə birlikdə fizika günlüklərinə başlayacağıq. Bunu partlar halına gətirmək istəyirəm. Çünki önümüzdə fevralın 15-i blok imtahanı var OTK-dan. 10-cu siniflər bilər bəlkə. Ona hazırlaşacağam. Ona görə də fizikadan əlavə işləmək istəyirəm ki, təkrarım artsın. Gəl başlayaq. Əvvəlcə burada mənim bütün fizikadan keçdiyim bu günə qədər qaydalarım var. Onları qeyd etmişəm. Əvvəlcə buradan mən seçəcəm, düsturları qeyd edəcəm, daha sonra testlərə başlayacağam. Testlərdən çıxan səhvlərimi də YouTube-dan izahına baxaraq yeniləmiş olacağam. Bilgilərimi. Başlayaq. Bu günləri mən əvvəl düzxətli bərabər təcili hərəkət təkrarlayacağam. Çünki keçən dəfə mən bunu təkrarlamağa başladım. Düzxətli bərabər sürətli hərəkət mövzusunu təkrarladım. Ona görə bunu işləyərkən birdən ağlıma gəldi ki, niyə mən bunu çəkməyim, niyə bunu partlar halına gətirməyim, belə daha maraqlı olar. Sizlər məndən yeni işləyərsiniz. Ona görə indi düzxətli bərabər təcili işləyəcəm. Bəli dostlar, nəhayət mən bəzi lazımlı düsturları çıxartdım. Topluda qabağıma çıxdıqca yenidən baxaram. Yəni indi daha lazımlı olanlar düşündüklərimi köçürdüm ki, bunlar daha çox istifadə edilir. Tamam, başlayaq. Bəli dostlar, nəhayət mən bitirdim. Masamı toparlamalıyam çünki həqiqətən bilənlər çox dərs eləmişəm. Bugün də durandan dərs eləmişəm.